Bölgə TV Təhsil Media istinadən xəbər verir ki, son dövrlər məktəblərdə valideyn komitələrindən gələn şikayətlərin sayı artmaqdadır. Bu qurumlar nəzərdə tutulduğuna görə sinif və məktəb həyatına dəstək olmalı, müəllim, valideyn, şagird əməkdaşlığını gücləndirməli idilər. Amma reallıqda vəziyyət tamamilə başqa istiqamət alıb. Valideyn komitələri çox vaxt köməkçi yox, hakimiyyət rolunu oynayır. Birinci problem pul yığmaq məsələsi. Valideynlərin ən çox narazı qaldığı məqam müxtəlif bəhanələrlə pul toplanmasıdır. Müəllimlər günü 8 mart, hətta müəllimin və ya övladının ad günü belə pul yığmaq üçün səbəbə çevrilir. Ən pisi isə odur ki, olan var, olmayan var deyə hamı eyni mövqeyə qoyulur. Nəticədə valideynlər arasında incilik və sosial ayrı seçkiliyi yaranır. İkinci problem səlahiyyətsiz müdaxilə. Bəzi valideyn komitəsi üzvləri məktəbə istədikləri vaxt daxil olub, müəllimlərə və ya digər valideynlərə təzyiq göstərirlər. Bu nəzarətsiz vəziyyət yaradır və məktəb rəhbərliyinin səlahiyyətinə kölgə salır. Onların davranışı çox vaxt direktor köməkçisi yox, ikinci direktor təəssüratı yaradır. Üçüncü problem sosial şəbəkə xaosu. Valideyn qrupları, xüsusilə WhatsApp vasitəsilə yaradılan sinif qrupları informasiya mübadiləsi yox, söz-söhbət meydanına çevrilib. Gündə 300-400 lazımsız mesaj valideynləri bezdirir. Komitə üzvləri arada özlərini başçı kimi aparır, hər kəsə göstəriş verməyə çalışırlar. Nəticədə sinifdə birlik yox, daha çox parçalanma yaranır. Əlavə gərginlik, ego və atamallıq. Çox zaman komitədə fəallıq göstərən valideynlər egoist və təkəbbürlü davranış sərgiləyirlər. Müəllimlərə və valideynlərə, hətta uşaqlara qarşı idarəçi tonunda çıxış edirlər. Bu isə normal əməkdaşlığı yox, rəqabət və intriqanı gücləndirir. Çıxış yolu nədir? Valideyn komitələrinin fəaliyyəti konkret çərçivələrlə məhdudlaşdırılmalıdır. Onların vəzifəsi təhsil prosesində maliyyə toplamaq yox, ideya və mənəvi dəstək vermək, məktəbin daxili işlərinə qarışmaq yox, əməkdaşlıqla yanaşmaq, qruplarda müzakirə aparmaq yox, sadəcə dərs tapşırıqlarını və rəsmi məlumatları paylaşmaq olmalıdır. Əgər hansısa məktəbdə bu cür neqativ hallar yaşanırsa, valideynlər və müəllimlər dərhal məsələni ictimailəşdirməli və aidiyyatı qurumlara müraciət etməlidirlər. Təhsil müəssisəsi valideyn komitələrinin şəxsi ambisiyalar meydanına çevrilməməlidir. Məktəbin məqsədi tədrisdir, şəxsi şov və atamanlıq deyil. Rəna Rövşənqızı, BTV.